Azerbaycan Radyosu'nun Kızıl Fondu. Halk yaradıcılığı. Bulaq. Akşamınız xeyir ay bizim istəkli, bizdən umutlu dinləyicilərimiz. Axşamınız xeyir. Yenə şər qarışanı, gün övsənədən çıxıban, məğribin gözü lillənən vaxtı döydük qapınızı. Deyəcəksiniz əşi bir mafal eləyin, ələyaz həndəvərdən, həyət bacadan yığışsın sonra. Oba deyir sağda sayında, gəlin sancaq ayında. Necəsiz? Keyfiniz, əhvalınız? Tək yaxşı olasınız. Biz də yaxşıyıq. Ömrünüzə, gününüzə, yaxşı yana, yaman kəsərinə, şadlıq ucuna diləkçiyik. Handakı ola ilin torpağın sümüyünə düşən öynəsi. Deyir yalancılar sözü, ilin bu vaxtı çoban çomağın torpağa sancır. Bir hovurluğa aralansa, gəlib görəsidir göyərib. Çay sözü çaylaq sözü. Deyir samanlığın dibində qalan saman, yaşıllanan vədədir. O ola ki, dörd bir həndəvər. İndi ilin çağı ağac kökün arayar. Uşağın biləyi bərkiyər, qarıncanın ürəyi. Bu vaxtı yazın yarına, yaşılına qənşər, yaylaqda ova yerləri, şadlıqdan yerlərindən olarlar. Yeddicə günlük uşağın bir qarışınca. Ova yeri, ocaq daşları qış uzunu qəribsiyərlər, qəribsiyərlər. Yazın ayağı açılan təki çıxarlar Elat yoluna. Ha bugün köç gələsi, ha sabah gələsi. Hə, bu ağ aləmin dibində əli yararlı kim var dayanıb durmaz. İş günün bugün sabahı yoxdur. Qarışqaların dünyaya qarışan çağı, dolaşaların şumda dolaşan vaxtı. Təzəcə şuma quş dimdiyindən tum düşsə, bir gecənin içində elə quşun dimdiyicən boy elər. Ona görə ata-babadan deyiblər ki, şumu qoyma bozarıncıya. Qalsa alaca quş alaq bitirər, qaraca quş yonca. Deyirlər torpağın daşlısın seç, qızın saçlısın. Yazbaşı torpağı göstər ginən mənə, deyim ondan necə çörək həslə gələsi. Kötanın dəstəsi ilan olsa əldən buraxma, Çinin sapı qızıl olsa ələ alma. Kötanın dəstəsi ötənlərdən bərəkətdir. Şuma çıxanda ilkin öynə kötanın dəstəsin, elin, obanın baş biləni tutaydı gərək. Beləsinə, əli avadan, əli çörəkli deyərlərmiş. Bu elin baş biləni də bircə baş şum eləyəndən sonra xışın dəstəsin ötürərmiş cütçüyə. Quşlar uzaq yoldan gəlibən yerbəyer olandan sonra əkin səpin başlayır. Durna gəldi şuma çıx, durna getdi tuma. Hələ lap qabaqlardan taxıldan ayrılan tum payına dəyməzdilər. Boş yerə deməyiblər ki, bir il tumu yeyən 100 il zillət çəkər. Əkinçi ol, biçinci olma. Dostun əksin, düşmənin biçsin. Deyiblər əkin hasandır, biçim bərk. Qabaqlar dağda başını dolandıra bilməyənlər enərdi arana. Biçin öynəsi aranda biçim biçib bir para çörək qazanardılar. Görərdin yayın quyruğunda dağdan enərlər, dönərlər dağlara sarı. Yorğun, arğın. Burunların tutsan canları çıxar. El arasında biri çox sınıq olanda görürsən deyirlər ki, nə olur? Aran biçməmisən ki? Ata-babadan şum bayramı olub. Bu bayram elin, obanın bayramıdır. Bu bayramacan bir dənə xış, bir dənə kötan böyrü üstə qalmayaydı gərək. Rahlanıban yaz şumuna çıxaydı. Əkinə başlamazdan bir cüt öküzü çullayıban bəziyərdilər. Hər buynuzuna bir təndir çörəyi, bir sacaltı ya da bir sərim yuxa. Kəndin arabərənin baş biləni, ağsaqqalı, öküzləri qoşuban bir baş şum elərdi. Əkin şumlandıqca həndəvərdə olanlar çalıb oynayar, dəstəçinin boynuna, xışına xələt bağlardılar. Ağsaqqala təzə papaq, qurşaq verərdilər. Oğul uşaq xışın ağzından çıxan torpaqdan bir-birinin üstünə atardı. Sonra da ağız ağıza verib oxuyardılar ki,
Qurban olum əyri xışa, get o başa, gəl bu başa. Dağ əkini başqa löyündü, aranınki başqa. Aran xışının külçəsi, dağ xışının belçəsi. Aran xışı daha köklü köməcli olardı ki, torpağın canına işləsin. Kötanın ağac yerlərin odda qarsalayardılar ki, canı bərk olsun. Qara kötan da elə buradan yaranıb. Kim vaxtı buna elə ağac kötan da deyirlər. Ağac kötan, ağır kötan. Deyir bu 100 illik nədir? 7-800 il bundan qabaq belə ağır kötanlara 8 boyun öküz qoşarmışlar. Ağır kötanın ağzı gavahanı idi. Gavahanın ucu qılıncdı. Yanlarına taxta qulaqlar geydirərdilər. Gavahınlar seçilərdi, sonalanardı, təzələnibən itilənərdi. Əkinçinin əlinin altında şum vədəsi ovxar gavahın olaydı gərək. Biri sındı mı, çatladı mı, dahi əlin qoynuna qoyub dayanıb durmasın. Əkinçinin gavahını dam altıda qurulu, piçinçinin çini eyvan tirində durulu. İşlək gavahın paslanmaz. Şum gavahını güzgü təkin parğı vurar. Eşitməmisiniz biri hamarlı tumarlı geyinəndə el-obada ona nə deyərlər? Deyərlər ki, abala, şum gavahını kimi nə şumallanmısan? Biri hündürdən danışanda ona qaydardılar ki, biraz astadan danışsana, boğazın gavahınla deşilməyib ha. Bir başı papaqlının əli havadan, işi sahmanını götür-qoy yerli yataqlı oldu mu? Beləsindən söz düşəndə deyərdilər ki, day filan kəsin səliqəsinə söz yoxdur. Evində iynədən tutmuş gavahınacan, nə desən, cana can dərmanı tapılar. İynəsi saplıdır, gavahını zağlı. Kötanın belçəsi olan ağaca məc keçirirlər. Ağır kötanları 4 nəfər sürürmüş. Kötanın dəstəsini tutana kim yerdə məcgəlçi deyirlər, kim yerdə dəstəçi. Öküzləri haylayana ya amalçı, ya çubuqçu. 2 boyun öküz çarqovdur. Qızıl öküzüm yeri, qoyma şum qala geri. İti tərpən maralım, ərənlər baxır bəri. Öküzlərim naz eylər, quyruq bular toz eylər. Hər axşam gün batanda, gövşəndə pərvaz eylər. Boynunu mən yağlaram, yaman gözü dağlaram. Tez çək maral öküzüm, dala qalsan ağlaram. Beləcə istəkli dinləyicilərimiz, gün aylanıban, dolanıban, bayır axşam olunca öküzlərin boynun boyunduruq kəsər, döyənək olar. Əkinçilər yorğun arığın, yerdən göydən bezikçi, bir tabaq əkin parasını qaracalayınca dəstəçinin, çubuqçunun dili ağzında qarşalanmış. Vərlər birən-birən, bir-birinə calanar. Ayın qaranlığı çökər dama daşa. Öküzlərin gözü lillənər, holavarlar bitib tükənər, qalarlar elə şumun ortasındaca. Səpinçilər holavarları tumun gözünəcə qatıb səpərlər. Yazın ağzı qaydanda, holavarlar da göyərər göylücə, ləçə kimi boyluca. Sümbüllənərlər, bircəsinə onu, sonra daşınarlar xırmanlara, ayaq açarlar evlərə, eşiklərə, kəndilərə. Yaz başı yenə holavarlar, tumun gözünə qatılar. Səpilər şumun yaxasına. Bu yolla yaşarmış dünyanı yorub yortan holavarlar. İndi nə xış var, nə dəstəçi. İndi boyunduruq öküzlərin boynunu döyənək eləməz. Maşınlar var poladdan biləkləri. Qoç nərəli, div təpərli, yoruldum deməz. Gün bir ölkəm boyu yol eləyincə torpağın altı ilə üstün bir elər. İndi yazın bu şirin vaxtı səpinçi qardaş. Holavarlara qalışdırıban səfqinən bu bərəkəti torpağın zıldır qarasına. Avan da olsun, bərəkətdən bərəkət gələsidir.
Baxırsan dağlara, çaxnaqlara, adam gözün çəkib aralaya bilmir. Nə oldu bu dağlara, yallara, yamaclara nə hillə keçdi balam? Çox yox, bircə ay bundan qabaq çaxnaqlara baxırdın, adamın ürəyi ovucdanırdı. Dağlar dağlar olsa da, onda ixtiyar qocalar kimi idi. Elə bil dövranın sürüb, dediyin deyib, demədiyin gedər gəlməz ayağında deyəsidir. Bəs nə oldu bu dağlara beləcə alışıb tutuşub yandı birdən? Bu yal yamacın yolu yönü hayanı idi, hancarıya vurcaq oldu. Yağın yadınızdadır, Mail Baba burada demişdi. Dağlara nə var o yanlıq deyil, bu yanlıq deyil. Dünya durduqca durasıdırlar. Al da üstünə biçilib, şal da. Dağlar həmən dağlardı, gəl ki, yaz bir-iki günün içində çimir vurmuyuvam, yaşıl xaradan dağlar üçün bir paltarlıq eləyib ki, dağların şadlıqdan çiçəyi çatlayır. Onun üçün deyirlər də, bəxtəvər gözəllik ondursa. 9'u dondu. Daha demə. Atalar doğrudan yaxşı deyib. Ancaq baxır donuna da, adamına da. Donun adama yaraşmasına, qonaşmasına da. Qazıntı vaxtı yerdən çıxan parça tikələri, xara, ipək qırıntıları odur ki, bəs deməyəsən bizdən 100 arxa dədə babalarımız da paltar məsələsinə yanıq olmayıblar. Şabran, şamaxı, ərəş, qəbələ, cavad da nə bilim haralar toxuculuğun gözləriymiş. Gəlmə adam Oleari yazırdı ki, Şirvanlıların işi gücü elə iplik əyirməkdir. İpək yun parçalar ortaya çıxarmaqdır. Övliya Çələbinin dediyindən belə çıxır ki, o vaxt Gəncə ipəyi adlanmış. Azərbaycan parçası uzaqlarda, qərib yerlərdə alınıb satılıb elə o vaxtdan. Zərbəft, xara, atlas, bafta, qanoz, kəmxa, kiseyi, məxmər, darayı. Mahut, şal, tirmə, miqdal, bez. Demə parçaların bir parasını elə ondan bəri ad eləyiblər. Nə bilim, hacı mənə bax, gecə gündüz, gendə dur. Sonra canım sənə nə desin, alışdım, yandım. Bu küçə mənə dar gəlir, iynə batmaz, qayçı kəsməz, da nə bilim belə. Qadınların geyimi olardı ipəkdən, məxmərdən, kişilərin geyimi mahuddan, şal parçadan. Geyimlərin ağır muğuru, dingili güngülü, yarı yaraşığı da elə o vaxtdan qalıb əziz dinləyicilər. Hər kəsən yaşına uyar geyinib bəzənib. Ərlik qız bir cür geyinərmiş, təzə gəlin başqa sayaq. Ahılın, cahılın, ağsaqqalın, qarasaqqalın hərənin öz geyimi vardı. Xeyirşər paltarı başqa idi, bayır-bucaq paltarı başqa. Toy bayram paltarının üstündən qızıldan, gümüşdən bəzək şeyləri asardılar. Qadın üçün üst geyimləri arxalıqdır. Çəpgən, ləbbada, küləçək, kürdü, eşmək, bir də baharı. Beldən aşağı tuman, çaxçur. Qadın üst köynəyinin qolu uzun olardı, enli, düz. Qolun çiynə bitişən yeri çox var, qırçınlanardı. Qoltuqlarının altına rəngli parçadan xişdək qoyulardı. Köynəyin boyun-boğazına, yaxasına, qollarının ağzına, bir də ətəyinə sarıma bafta tikilərdi. Köynəyin ətəyinə qabaqdan ətəklik, midaxıl, qızıl-gümüş qulplu pullar bənd olunardı. Çəpgən, at irmə köynək, sarı çəpgən, gəlin haralısan? Çəpgən üst köynəyinin üstündən geyilərdi. Çəpgən astarlı oluban beləcən kip tikilərdi. Yanlarda, ətəyə yaxın yerlərində çapığı olan çəpgənin əlcəklə bitən qondarma qolları olurdu. Kim vaxtı bu boş sallanan qondarma qollara düymə tikirlərmiş. Çəpgən tirmədən, məxmərdən, zərli parçalardan olardı. Yaxasına, ətəyinə sarıma bafta, köbə, zəncirə tutulardı. Arxalıq. Arxalıq çox yayılan geyimlərdənmiş. Çəpgən kimi astarlıydı. Qolları dümdüz, uzun, lüləpərli. Qolunun ağzına 2 barmaq enində qırçın, yaxası açıq, aşağıdan belə qədər düyməli. Ləbbadə.
Ləbbadə astarlı olurdu, həm də sırıqlı. Yaxası açıq, beli boğmalı. Qolu qısa, dirsəyəcən. Qoltuq yeri açıq. Tirmədən, məxmərdən, zərli parçalardan dikilərdi. Yaxası, qollarının ağzı, ətəyi süslü baftalarla bəzənərdi. Eşmək. Eşmək də sırıqlı üst geyimidir. Qolları dirsəyəcən olur. İçərisinə, yaxasına, qoltuqlarının ağzına, bir də ətəyinə xəz qoyurlarmış. Bafta ilə, zəncir ilə dövrələnərmiş. Kürdü. Hə, kürdü qolsuz sırıqlı qadın geyimidir. Yaxası açıq, yanlarda çapığı var. Tirmədən, məxmərdən tikilir. Üstü də elə çox vaxt həmin löynlü ipək sapla naxışlanır. Baharı. Baharı beləcən bədəni kip, astarlı qadın geyimidir. Xırda büzməli uzun ətəyi olardı. Qolları dirsəyəcən. Məxmərdən tikilir. Yaxası, ətəkləri, qollarının ağzı baftalı, köbəli, zəncirinə. Küləcə. Küləcə belə qədər düz ətəkli, büzməli. Yaxasına, ətəyinə, qollarının ağzına çox vaxt güləbətindən, muncuqdan, piləkdən, məliklədən naxış vurulardı. Çaxçur. Əl-ayaqdan uzaq, dağ kəndlərinin bir parasında ahıl arvadlar indinin özünəcən geyirlər. Bunlardan savayı qadınlar başlarına naz-naz, qaz-qaz örpəklər örtərlərmiş. Kəlayağı indiyənəcən qalıb. Kim yerlərdə qadınlar örpək altdan araqçın qoyarlarmış. Araqçının üstü də qızıldan kəsilmiş cürəbəcürə çaxma bəzəklərlə süslü. Hə, indi də kişilərin geyimləri. Arxalıq. Beldən kəsik, bədənə qonaşan. Ətəyi qırçın ya da büzməli. Qolları biləyə sarı daralır. Arxalıqlar bir ya da iki döşlü, kiçik boyunduruqlu, boğaza qədər düyməli olur. Kişmiridən, atlasdan, sətindən, mahuddan tikirlərmiş. Arxalığın üstündən cavanlar qayış ya da kəmər çəkərdi. Qocalarsa qurşaq bağlayardı. Çuxa. İki cürə çuxa olub. Vəznəli çuxa, bir də çərkəzi. Hər ikisinin yaxası açıq. Beli bənddir. Çuxanı mahuddan ya da şaldan tikibən qızılı bafta, sarıma ya da uyar parçadan kövə ilə bəzərlərdi. Kişilər başlarına buxara papağı, çərkəzi papaq qoyardılar. Ayaqlarına rəngli yun corab giyərdilər. Corabların dizəcən olanı vardı, topuğa çatanı da. İstər qadınlar, istər kişilər başmaq giyərlərmiş. Söz gəlişi bu günlər Azərbaycanın milli geyimləri adında gözəl göyçək bir kitab çıxıb. Lazımlıdır, sərfəlidir, yaraşıqlıdır. İki daşın arasında da olsa alın. Orada öyrənməli, görüb götürməli çox şey var, əziz dinləyicilərimiz. Yaz günlərinin birində sabahın kipriyi aralanan təki qara zurna çıxardı damın başına, dad aman elər. Ay uşaq, neynədiyinizdir? Yığılın, gəlin, toy əldən getdi. Qara zurnaya da qara zurna deyirdilər. Eli obanı yığışdırmayınca yoruldum dilindən çıxmaz. Yadınızdan çıxmayıbsa, qabaqlar zurnadan deyib danışmışdıq. Neynək? Mindisə, min birincisi olsun. Bu zurna aqibəti xeyir, deyir az qala dünyanın yaşıdıymış demə. 100 il nədir? 1000 il bundan qabaq da zurna beləcə haray həşirçiymiş. Bu gün doğan ellərinin xeylisində qara zurna olub, elə indi də. Özbək qardaşlarımız
surnay deyirlər buna. Bizlərindəki toyu, düyünü, şadlığı, şənliyi nə var? Məclisin başında qara zurna dayanır fərəzə. Ancaq gəl ki, zurnanın harda birinci çalınıban, harda üzü bəri gəldiyi haqda bir bütöv söz deyən yoxdur. Söhbət bura gəlib yetişəndə hərənin ağzından bir avaz gəlir. Bizim ellərdə, bizim torpaqda zurna 7 arxa dədə babadan qalmadı. İrəlilər Mingəçevirdə buyunuzdan düzəlmə bir cüt zurna tapıblar. Hərəsinin nə az, nə çox 2900 yaşı var. Bunların biri zü zurnasıdır, biri havaçı. Qoşa zurna elə o vaxtdan qoşa imiş. Ucar tərəfdə bu ara yeri qazanda bir üzük tapıblar. Göy qaşlı üzük. Qaşın üstündə kimin şəkli olsa yaxşıdır denə. Zurnaçının. Qara zurna lap qabaqlar buynuzdan düzəlirmiş. Sonra başlayırlar ağacdan, heyva ağacından, ərik, armud, ən çoxu qoz ağacından. Bu ağaçlar quruyanda nə qacınmır, nə də çatdamır, ona görə sərfəlidir. İməcilik vaxtı Evrəz vədəsi çatanda bəri başdan zurna çalınırdı. Əkin-biçin öynəsi zurna qavalla baş alıb gedərdi. Belə olanda qola qüvvət gəlir deyirlər. İşin gözü qorxur deyirlər. Bilicilərin deməyinə görə vaxtı ilə zurna daha haralara gedib çıxmayıbmış. Yalançılar sözü dünyanın yarısı elə zurna ilə toy eləyirmiş. Qara zurna elə indinin özündə də toy düyünümüzün yuxarı başındadır, əziz dinləyicilər. Ancaq heyif ki, bir vaxtlar ayrıca zurna havaları olub. Onlar yaddan çıxıb gedir. Sur havasıdır, qamətdir ya da səhrəgayı deyən havadır. İndi bunları bilən var mı görəm? Varsa qoy bizə papaq eləsin. Mən aşığam gül apar, gül bağçadan gül apar. Könül sənə aşiqdir, Mustafanı qul apar. Bu bayatı el şairlərindən Şirvanlı Məşədi Mustafa Göraninindir. Yaşlıların deməyinə görə Mustafa Şirvanın Kolanı adında tərəkəmə elatında dünyaya göz açıb. 18-ci yüzilliyin axırlarında. Deyir bu vaxtları Şirvan Kolanısı 2 tayfanın olub. Pirəvənd bir də Göran. İkisi də Qarabağdan gəlmədi. Mustafanın atası molla olub. Deyir Mustafa mənəm igitkən yuxuda uzaq elli bir qıza vergi verilir. Ancaq onu bu uzaq elli qızın dalıcan getməyə qoymurlar. Elə o vaxtdan fərəzə başlayır saz çalıban söz ayırtmağa, bayatı çağırmağa. Mən aşıq muştağam mən, xallara muştağam mən. Sevdim uzaq ellərdə, yollara muştağam mən. Dağlarımın gəzi var, Şirvan Gəncə düzü var. Sevdim, ala bilmədim, elin maral qızı var. Mustafa başqa qıza evlənir, Sənəmə. Mustafa ömrü boyu tərəkəmə olub. Əlinə iri buynuz, xırda dırnaq salıb. Yayı girdə deyilən yaylaqda, qışı göyəc deyilən qışlaqda. Ancaq heç vədə, mala, dövlətə tamaşılanmayıb. Elə əzəldən kasıb olub. Kasıb Mustafa, kasıb da olsa, əli duzlu çörəkli adam olub. Kasıblığı ilə başardığından çox yetimləri saxlayıb. Çoxlarının dadına çatıb. Sonradan eldə obada ad qazanan el şairlərindən Çürük İslam, Yetim Baba Zeynal oğlu kimilərini Mustafa arıya ərsiyə gətirib. Ancaq deyirlər Mustafa axırda o qədər kasıblayır ki,
arandan dağa köçə bilmir. Əl üzdüm xanədən, maldan, dövlətdən, axır ki belimi əydi kasıblıq. Mən nökər oldum, osa hökmüdar, danladı dansadı, söydü kasıblıq. Axdı zəmilərdə alnımdan tərim, azaldı taqətim, bitdi kəsərim. Bilmədim nə oldu günahım şərim, qarğadı qadadı, döydü kasıblıq. Mustafayam, yoxdur dövlətim varım, keçibdi həddini dərdim azarım. Dedim ki bir yolluq ölüm qutarım, gəlib baş daşıma dəydi kasıblıq. Mustafa arandan dağa köçə bilmir. Aranın istisi, bürküsü düşmür ona. Qızdırmaya tutulur. Son nəfəsində yenə güc bəlayla özünü bir təhər çatdırır dağ kolamıya. Yaşadım dünyada ahuzar ilə, heyif ki qədrimi bilmədi dünya. Axıtdım didədən yaşı dəmbədəm, nə fayda, bircə yol silmədi dünya. Əzəldən ilqara könül bağladım, ürək dərdlərimi gizli saxladım. Həm özü ağladı, həm mən ağladım, bircə yol ürəkdən gülmədi dünya. Mustafa, bu dərdlə çatladı zəhrin, can dözmür çəkməyə qocalıq qəhrin. Görmədim xeyrini, dərmədim bəhrin, bir quru əfsanə kəlmədi dünya. Mustafa Göraninin şeirləri, bayatıları, sözü soğu yazıda qalmayıb. Olan qalanı da elə onun bunun yaddaşındadır. Alxalığın sarı-sarı, səsin gələr zarı-zarı. Durun, baxın, aran sarı, bəlkə yar gələ, yar gələ. Duman gəzər yollar üstə, quru nəfəs qollar üstə. Durun, baxın yollar üstə, bəlkə yar gələ, yar gələ. Torpağa verdim yanımı, halal eylədim qanımı. Zalım, gəl alma canımı, bəlkə yar gələ, yar gələ. Mindirərlər ağac ata, göndərərlər ziyarata. Üshal qaldı qiyamata, bəlkə yar gələ, yar gələ. Mən aşığam narıncı, dənizi ağ sarıncı. Sən canını qutardın, qal Mustafa zarıncı. El şairi Mustafa Göraninin sözün söhbətin yığıban, yığışdırıban bizə yollayan Şamaxının Poladlı kəndindəki orta məktəbin müəllimi Bəndəliyev Nurəddindir. Nurəddin müəllim, zəhmət çəkib böyük iş görmüsünüz. El şairi Mustafa Göranini bizə siz tanıtdınız. Çox sağ olun, çox razıyıq. İstəkli dinləyicilər, vaxt gəlib çatdırdı özündəydi qapımızı. İcazə verin qulluğunuzdan mürəxxəs olaq. O günlər olsun bir sabahın gözü açılanda, qara zurna sizin damın başında aləmi başına götürsün. O gün olsun oğul uşağınızın, nəvə nəticənizin toyunu görəsiz. O toya bizi də çağırasınız. Biz də yolları basa-basa, deyə-gülə gəlib çatdıraq özümüzü. Həmişə şadlıqlarda əzizlərimiz. İndi verilişi araya ərsiyə gətirənləri deyək. Rejissor Ziyafət Abbasov, musiqi vəzəyi Mehriban Bəşirzadə, səs operatoru Həqiqət Əliyeva. Verilişi qələmə alan Vaqif Əlixanov. Həmişə keyfiniz kök, damağınız çaq, işiniz avand olsun. Sağ olun, sağlıqla qalın.
Azerbaycan Radyosu'nun Kızıl Fondu.